Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, az da olsa fikrimi sizlərlə bölüşmək istəyirəm. Dünyanın tam dərinliklərinə getmək istəmirəm. Dünya siyasətinin, dünya coğrafiyasının, dünya xəritəsinin və siyasi bölgələrin, qərbin və əsasən də resursla bağlı savaşan ölkələrin dərin siyasətinə tam girməyəcəm. Sadəcə sizə və xalqıma, millətimə az da olsa fikrimi çatdıracağım. Sosial şəbəkələrdə mənə rast gəlir ki, Afrikalılara və zəncilərə gülürlər. Yəni, qara olması ilə bağlı, onların siyah olması ilə bağlı insanlar gülür. Xoş niyyətə gülməklərində işim yoxdur. Gülüş iki cür olur əsasən. Biri var, nifrəti boğmaq üçün, nifrət yana güləsən. Biri də var ki, qorxundan güləsən. Qorxu gülüş budur ki, sənin həmin insana böyük nifrətin bəslədiyi üçün, nifrətini göstərməmək üçün üzündə gülüş təfəssüsü yaradaraq insana psixoloji təsir vurmursan, amma o insanla böyük nifrətin var. Xoş niyyətli odur ki, sənin uğurlarına, sənin qələbənə, sevincin, bir ortada şən gətirmək üçün gülərsən. Mövzu dərindir. Dediyim kimi, dünyanın ən dərin siyasi qaynaqlarına daxil olmayacağım və demək olar ki, öz fikrimi çalışacağım ki, qısa da olsa bəşəriyyətə, kainata, dünya insanlarına, yəni anlayış cəhətdən anlasınlar ki, Afrika qitədə balaca bir Afrika deyil. Afrikanı dərinliklərini siyasi baxımdan alim olan dərəcədə, bilikli olan insanlar bilir ki, Afrika nə deməkdir? Afrika coğrafiyası hansı mövqeydədir? Afrika dünya ölkələri üçün əsas rol oynadığı və region ölkələr üçün, qonşu ölkələr üçün hansı məqsədi daşıyır? Onu hər insan düşünə bilməz. Hər insanda o beyin də yoxdur. Afrikalılar və əsasən zəncirlər sadiqliklə